Salam əziz və hörmətli Azərbaycanlılar, Güneylilər, Quzeylilər, Türk milləti hər yerdə varsınız. Bu günləri biz saat 2'dir bu günləri Toronto vaxtı ilə və mən birinci dəfə ömrümdə, yəni ömrümdə Kanadada olan ömrümdə 14 ildə birinci dəfə görürəm ki, bu qədər Azərbaycan sevərli, Azərbaycanlı insanlar toplanıblar. Mənim hesabımca burada ən azı 5000 nəfər Azərbaycanlı mən ən azı görürəm, amma hələ feylən gedirəm görüm ki, dahi qabaqda nələr var, onları da görməliyəm. Polis xiyabanı bağlayıbdır bir yerdən, oradan maşınlar, arabalar gəlməsinlər. Qalan insanlarımız, Türk milləti bayraqlarla bərabər görürsünüz, Türkiyə bayrağı, Azərbaycan Cumhuriyyəti bayrağı ilə xüsusilə çıxıblar etiraza və burada hər yerdə biz bunları görürük. Mən onlar bir 10 dəqiqədir bu xalqın yanıcan belə gedirəm. Amma burada bir İsrailli görürəm, bu da cəlibdir. İsrail bayrağı ilə, yəni Yəhudi olacaqdır, Azərbaycanlı Yəhudi, amma Azərbaycan və Qarabağdan himayətdə bura gəlmiş görünür. Doğrudan da mən belə bir hərəkət keçən 14 ildə görməmişdim. Yüzlərcə Azərbaycanlı görmüşdüm ki, toplanırdılar. Amma bu birinci dəfə və birinci kərədir ki, belə bir şey görürəm. Çox ali, çox cəlib bir şeydir. Mənim üçün çox əzibdir. Bunların hamısı bunun üçündür ki, sadəcə Qarabağı ermənilər işğal eləyiblər. O işğalın üçün, vətənimizi işğaldan azad eləmək üçün Azərbaycan ordusu güclü bir hərəkətə keçibdir və azadlığımız uğrunda mübarizə elir, öldürür və şəhid verir. Bizim də millətimiz əlindən gələn bu ola bilər ki, Azərbaycanın səsin, işğal olunmuş torpaqlarımızın azadlıq səsin dünyaya yetirsin və bugün görürsünüz. Yəni, minlərcə Azərbaycanlı buradadır. Mən fikir edirəm, başla dediyim mühasibat çox qələtdir. Buna görə ki, burada onlar min Azərbaycanlı mən deyə bilərəm var. Amma hələ ilə mən gedirəm, üzdən yürüdük qədər, yeridik qədər Azərbaycanlı görürəm. Görək ki, haracan vardı. Eşq olsun Türkiyəyə, eşq olsun Qazaxstana, eşq olsun Türkmənistana, eşq olsun Özbəkistana, eşq olsun. Burada da bir başqa bayraq görürəm. Təəssüflə mən bu bayrağı tanımıram. Bilmirəm hara bayrağı da, amma hər yerdən olursa yaşasın. Türk milləti bu etirazlarda, bu nümayişlərdə iştirak edibdir və özünün gücün, birliyin, həmrəyliyin göstərir. Orada bir Avropa məmləkətindən də bir kimsəni görürəm ki, Suez ya Sued ya Suis olmalıdır. O da orada o bayrağı daşıyaraq Azərbaycan hərəkatına himayətdə qoşulub görünür. Mən indi deyə bilərəm ki, bu hərəkətin ən başına gəlirəm, yetişirəm. Bura nəzərə belə gəlir ki, buradan hərəkətimiz başlayan yer buradır. Amma 3 blok, ən azı 3 blok millətimiz burada tökülüblər. Mən inanmırdım ki, burada Torontoda, Ontario'da bu qədər milləti oldu. Armenia is a terrorist country. Armenia comes from Azerbaijan. Gördüğünüz kimi bu sloganlar İngilizcə, Türkcə olur və bunları burada bu sloganlar çəkdirir. Hər millətdən də burada vardı. Güneyli Azərbaycanlıları mən çox fəal görürəm. Buna görə ki, Güneylilər özlərini işğalda görürlər və bu işğaldan azadlığı üçün və bu işğaldan azad olmaq üçün daha çox
Azərbaycanın quzeyində yaşayan türklərin tərəfdarıdırlar. Hands off Azerbaijan. We stand for justice. We demand peace. We demand justice. We want peace. Azerbaijan wants peace. Karabakh is Azerbaijan. Hands off Azerbaijan. Xiyabanı demək olar bir şəritlə caddəni bölüblər iki yerə. Polislər burada hərdən keçirlər. Bu əlan bisiklet üstündəki bir polisdir. Toronto polisi buranın əmniyyətini qorumaq üçün əlbəttə öz xalqımızdan da bir iddə insanlar. Bu da bir bayraq. Nərenin bayrağı? Rusya bayrağıdır. Bunlar da Rus vətəndaşı olmaqla bərabər Rus bayrağı ilə bura gəlmişlər və burada nümayiş keçirirlər. We love you guys. Looking forward to get there. Mən burada çalışıram ki, oracan ki mümkündür, xalqımızın bura gələn, istima eləyən insanların gözləyim gəlsinlər, buradan geçsinlər və sizə bir Azərbaycanın burada nə qədər olduğunu sizə göstərim. Burada bir biz sülh istirik. Azərbaycan sülh istir, biz sülh istirik. Bu slogan İngiliscə əlan verilir bu şüar. Biz sülh istirik, Azərbaycan sülh istir. Və Ermənistan teröristləri Azərbaycanı təxliyə eləsinlər şüarı da verilir. Armenians killed civilians. Armenians killed civilians. Mən dediyim kimi, geçən 10 neçə ildə ki, bu ölkədə yaşayıram və normalda tamam toplantıların hamısında iştirak eləməyə çalışmışam. Heç vaxt bu qədər Azərbaycanlıları bir yerdə görməmişəm. Müxtəlif məmləkətlərdən, ölkələrdən, müxtəlif dillərlə, bayraqlarla bir yerdə toplanıb və Azərbaycanla himayət edirlər. Bu çox ali bir ittifaqdır görünür burada. You're climbing my head. Bildiğiniz kimi Azərbaycan torpaqlarının 21%-i 28 il öncə ermənilər qüvvəsi tərəfindən işğal olubdur. Və Kanadalılar da bizə qoşulub. Və bu dostlarımız da Kanadalıdır. Əlbəttə mən bunları tanıram. Bunlar türkdülər. Ha, tamam. Ha, okey. Ha, tamam. Sağ olun. Dediyim kimi 28 il bundan öncə ermənilər Ruslar köməkliyi ilə və İranın köməkliyi ilə Azərbaycanı işğal etmişlər. Azərbaycanın 21% torpaqların Qarabağı və
bir neçə ayrı ustanlarımızı, ya iyalətlərimizi, rayonlarımızı işğal etmişlər. Azərbaycan dövləti və Türk millətləri bu 28 ildə Azərbaycanın işğal olunmuş bölümlərinin azadlığı həsrəti ilə We demand justice! 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 Azərbaycanımızın torpaqlarının azadlığı üçün həsrətdə yanırdılar. Son zamanlarda ermənilər bir kərə də Azərbaycanın torpaqlarına hücum etməkləri ilə səbəb oldu ki, Azərbaycan dövləti və milləti və Türk milləti bir dəfəlik və son kərə önəmli bir əzm ilə Azərbaycanın torpaqlarını işğaldan azad eləmək üçün savaşa girsinlər və bu savaşlar şükür olsun indiyəcən Azərbaycanın bir çox bölümün son xəbərlərə görə 50-dən artıq kəndləri, yəni köyləri və bəlkə də bir neçə şəhəri işğaldan azad ediblər. Bunun üçün bizim bu keçən günlərdə ermənilər cəbhədə bizim qoşunlarımızla üzbəüz duramadıkları halda yatan insanlarımıza Gəncədə və digər şəhərlərdə bomba ataraq, muşək ataraq onlara hədəf qərar verib və bir iddə insanlarımızı qətlə yetirmişdilər. Bundan əlaqə və Azərbaycanın işğaldan azad olmağından əlaqə bizim millətimiz tamam ölkələrdə, Avropanın, Amerikanın müxtəlif şəhərlərində, o cümlədən bu günləri görürük Kanada şəhərində, Kanadanın Toronto şəhərində görürük ki, millətimiz çıxıblar və Azərbaycandan və Türk millətinin torpaqlarının azadlığından himayətlərini göstərirlər. Stop Armenian aggression! Stop Armenian aggression! Stop Armenian occupation! Stop Armenian occupation! Stop kick killer! Uşaqların ölümünün qabağını alın deyə şüar verir. Fight the soldier, not the kid! 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 Karabakh is Azerbaijan! 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 Bu Qarabağ Azərbaycandır sözü çox ciddi halətdə Azərbaycanda bu qəbul olunubdur və Ermənistanın bunu erməni göstərərək Azərbaycandan ayrılmaq nədəni deyərək onun qarşısında bu şüar hər yerdə verilir. Siyasi məqamlardan tutmuş ümumi millət, diasporada ya xaricədə Azərbaycan torpaqlarından xaricdə yaşayan Azərbaycanlılar və türklər də bu şüara inanırlar. Niyə ki, Azərbaycanın bir bölümüdür, ayrılmaz tarixi bölümlərindən biri də Qarabağdır və Qarabağın nüfusunun, dininin nə olmağına baxmayaraq Azərbaycanın bir parçası və bölünməz parçasıdır. Fight the soldier, not the kid! Belə ki, görürsünüz, cəmiyyətimiz bir neçə mini getmiş görünür. Ən azı burada 10 min nəfərdən çox insan mən deyə bilərəm ki, var idi. Əgər baxsam, mən 13 dəqiqədir ki, cəmiyyətimizin içində həm dalı gedirdim, həm də onlar hərəkət edirdilər və siz gördünüz ki, nə qədər cəmiyyətimiz burada vardı. Bir kərə də mən bu tərəfdən cəmiyyətimizin, yəni qırağı ilə bir tamaşaçı kimi gedirəm əslində. Əlbəttə, mən özümlə Azərbaycan və Türk bayraqları ilə sarılmışam.
mən inanıram ki, bugünkü Azərbaycanlıların Torontoda nümayişləri əsasında Kanadanın siyasətləri Türkiyə üzərinə bu son zamanlarda təhrim qoymuşdu. Sanksiya qoymuşdu. O sanksiyalar, təhrimlər də değişiləcəkdir. Azərbaycana qarşı da siyasətləri değişməkdə olacaq. Niyə ki, bu Azərbaycanlılar, bugün bura gələn türklər, əslində bunlar Azərbaycanlı deyirlər təkcə. Təkcə Azərbaycanlılar bugün bura gəlməmişlər. Türk milləti hangi ölkədə olur olsun, türklüyündən aslanaraq, yəni bunun ölkəsinin heç təsiri olmadan Türk ünsürünə dayanaraq bu günləri bura gəlmişlər və Azərbaycanın azadlığından himayət edirlər. Bu da, bunlar insanların hamısı işlər insandılar, sərmayə sahibidirlər, savad sahibidirlər, iş sahibidirlər, güc sahibidirlər və bunlar burada yaşırlar, bura maliyyat ya vergi verirlər. Burada böyük bir gücdür. Yəni Azərbaycan bu günləri gücün Toronto şəhərində, Kanadada göstərdi. Bunu dövlət, parlament, ora parlamentidir, Ontario parlamenti. Mən onu göstərim buradan. Ora Ontario parlamentidir və bu parlamentin qarşısından indi bunlar biz çönürük əslində bir başqa yönə. Yəni bura ticarət, çox iş və ticarət mərkəzidir bu caddə. Buradan bura görürsünüz. Burası, yəni indi parlamanı görürsünüz. Parlamanın düz qarşısı xiyaban ya caddə Bey adlı bir xiyabandır və biz əlan Bey və Kalisliyik. Bu xiyaban da biznesmenlərin xiyabanıdır. Əslində Kanadanı idarə edən biznes güc buradadır. Azərbaycanlılar bu günləri həm Kanadanın siyasətmədarlarına, siyasətçilərinə, parlamentinə, dövlətinə göstərdi, həm də biznesmenləri hədəf almış. Yəni biznesmenlər də Azərbaycanın torpaqlarının işğalını görməməkdən gedə bilməzlər. Bunu Azərbaycan xalqı, Türk milləti hamısı bir səslə bunu səslənirlər və göstərirlər. Salam Aydoşdur. Necəsiz? Halınız əhvalınız? Yaxşısınız? Azərbaycan! Azərbaycan! Yəni indi Kanada dövləti, Kanada parlament üzvləri, yəni nümayəndələr, biznesmenlər, sərmayə sahibləri, pul sahibləri, ticarət sahibləri, onlayn və müxtəlif işlərdə çalışanlar Azərbaycanlıları və türkləri görə bilməzlər. Yəni bu günləri Azərbaycanlılar neçə ildən sonra bərabər birlikdə səslərin həm dövlətə, həm məclisə, həm millətə Kanadada yaşayan insanların tək və həm də biznesmenlərə, yəni iş gücünə, pul gücünə, sərmayə gücünə göstərirlər. Yəni, əgər sərmayədarlar, onlar ki, pulları var, iş sahibidirlər, güc sahibidirlər, Azərbaycanı görmədim tutalar, Azərbaycanın işğalına təfavutsuz qalalar, Azərbaycanın bu gücü göstərir ki, dövlətin sistemində təsir qoya bilər. Bu da bizim məşhur A. Yusuf, bizim böyük müğənnimiz. Bu günləri burada bizə şərəf veriblər, gəliblər. Sağ olsunlar. Təşəkkür edirəm. Yəni, Azərbaycanın gücü bu günləri özün göstərdi. Baxaram, görsəm, alaram Döktür Müridini. Əslində, Azərbaycan bu günləri gücün göstədir. Bu gücü nə dövlət, nə parlament və nə də biznesmenlər görmədim, bilmədim deyə bilməzlər. Bugündən Azərbaycan səsin çox güclü qulaqlara yetirir və onlara göstərir ki, siz Azərbaycanı görmədim deyə bilməzsiniz. Bu bir yeni hərəkətdir. Yaşasın Azərbaycan milləti ki, bu günləri bu qəhrəmanlığı, bu şücaəti Azərbaycan! yaratdılar. Azərbaycan! Siz bu böyük hərəkətə şahidsiniz və mən çalışdım ki, bu hərəkəti
ikinci kərə əvvəldən başacan sizə göstərdim. Millətimizin huzurunu görəsiniz və görəsiniz ki, burada din amili, məmləkət amili faktoru yoxdur. Burada bir faktor var, türklük faktoru bizi birləşdirib. Bir də insaniyyət faktoru var. Qarabağ biz Azərbaycan! Armenian terrorists! Armenian terrorists! Bizim olacaq! Qarabağ bizim olacaq! Qarabağ bizimdir! Bizim olacaq! Dediyim kimi görürsünüz, İsraillər buradadılar. Yəni, Cuhudlar ya Yahudilərin dinlərindən görürük. Məsihilərdən biraz öncə sizə göstərdim. Yəni, Məsih dünyasından, Məsihiyyət dünyasından, Ruslardan göstərdim sizin üçün. Her varış normalı canlı, oğula kuzuna vurur kayanlı. Gözümüzüne terlemandı, dağlara göçere. Neden aladı seni alamıştırır? Mən dahi bu indi biraz yüksək yerə çıxdım. Bəlkə eləyə biləm cəmiyyətimizi daha çox sizə göstərəm. Dalğalanan bayraqları sizə göstərəm. Görürsünüz. Dediyim kimi, bura bizim Müslümanlar caddəsi, Bey Xiyabanı caddəsidir. Və o başda da siz bəlkə parlamenti göstərməyə çalışa bilsəm, o da parlamentidir. Bugün görürsünüz ki, Türkçülük Rusluğa, Avropalığa, Amerikalığa, Kanadalığa baxmayaraq insanlıq və Türkçülük bizi hamımızı bir yerə yığıb bir əl, bir yumruq eləyibdir. Mən burada çalışıram, dayanam və sizə cəmiyyətimizi bir yüksəklikdən göstərim. Görəsiniz ki, nə gözəl huzurları var və bu huzurundan göstərirlər ki, biz hər yerdə olsaq, hər torpaqlarımızdan uzağa düşkün olsaq ya uzaqda olsaq ya qaçmağa məcbur olsaq, amma canımız, ruhumuz, malımız, vaxtımız, qanımız, toprağımızla, millətimizlə bir yerdədir və bundan asılı deyil ki, biz hangi din deyirik, hangi topraq deyirik. Bizim vətənimiz bir, millətimiz bir. Biz Türk'ü hamımız. Stop Armenian occupation! Stop Armenian occupation! Stop Armenian occupation!